Üçüncü fəsil. Ad və sifətlər tövhidi. Müqəddimə. Allahın ad və sifətlərinə iman gətirməyin, müsəlmana və onun Rəbbinə etdiyi ibadətə çox böyük müsbət təsiri vardır. Bu iman, müsəlmanın qəlbində Allaha təvəkkül edib, ona güvənmək, yalnız Allahın razı qalacağı əməllər barəsində düşünərək, bədən üzvlərini, qəlbinin düşüncələrini və ürəyinin səsini qorumaq, Allah üçün sevmək, onu eşitmək və görmək, habelə Allahdan diləmək və onun barəsində gözəl zəndə olmaq kimi dərin mənalar buraxır. Bu mənalar insanlar arasında fərqli şəkildə həm zahiri, həm də batini ibadətlərin artmasına səbəb olur. Bu, Allahın lütfüdür və o, bu lütfünü istədiyinə verir. Misal üçün, Allahın Əl-Qaffar, yəni bağışlayan adının insanın onu sevməsinə və onun mərhəmətindən ümidini üzməməsinə böyük təsiri vardır. Onun Şədidül İqab, yəni şiddətli əzab verən adının da insanın Allahdan qorxub ona qarşı günah işlətməyə cürət etməməsinə böyük təsiri vardır. Bu minvalla hər bir ad və sifətin mənalarının müvafiq olaraq insanın davranışına, onun Allahın qanunlarına riayət etməsinə və onu sevməsinə bilavasitə müsbət təsiri vardır. Allah sevgisi də müsəlmanın dünya və axirət saadətinə nail olmasına və böyük bir xeyrə çatmasına gətirib çıxarır. Həmçinin Allah sevgisi qulun öz Rəbbinə mükəmməl şəkildə ibadət etməsi üçün ən böyük yardımdır və o, hər bir xeyir qapısının açarıdır. Belə ki, zahiri əməllər qəlbdə olan Allah sevgisinə uyğun olaraq insanın nəfsinə ya yüngül, ya da ağır gəlir. Müsəlmanın hər hansı əməli mükəmməl və Allahın istədiyi formada etməsi üçün İlk öncə onu qəlbində sevməsi gərəkdir. Allahı sevmək üçün isə onun ad və sifətlərini yaxşıca bilmək lazımdır. Məhz buna görə də Allaha ən çox ibadət edən insanlar, onu ən çox sevən və ən yaxşı tanıyan peyğəmbərlər olmuşdur. Birinci mövzu, ad və sifətlər tövhidinin tərifi və dəlilləri. Birinci, tərifi. Ad və sifətlər tövhidi Allah və onun elçisinin Allaha aid isbat etdiyi bütün ad və sifətləri isbat etmək, inkar etdiklərini isə inkar etmək, onların düzgün mənalarını, nəyə dəlalət etdiklərini, məxluqata göstərdiyi təsirini və tələblərini təsdiq etməkdir. İkinci, onu isbat etməyin yolu. Ad və sifətlər tövhidi məsələsində düzgün mövqe, onların hamısına kamil şəkildə iman gətirib, Allah və Rəsulunun sallallahu aleyhi və səlləmin Allaha aid isbat etdiyi bütün ad və sifətləri təhrif və inkar etmədən, keyfiyyət vermədən və heç nəyə bənzətmədən əzmlə təsdiqləməyə deyilir. Təhrif, bir şeyin mənasının dəyişdirilməsinə deyilir. Bu da iki qismə bölünür. Birinci, ləfsi təhrif. Bu, kəlməyə bir və ya daha artıq hərf əlavə etmək, yaxud ondan bir və ya daha çox hərf əskiltmək, ya da sözün hərəkəsini dəyişməyə deyilir. Buna misal olaraq, uca Allahın mərhəmətli Allah ərşə ucaldı ayəsindəki istəva, yəni ucaldı sözünü istəvlə, yəni hökmü altına aldı mənasına dəyişdirilməsini göstərmək olar. Nuniyyə qəsidəsinin müəllifi demişdir. Yahudilərin nunu, cəhmilərin də ləmi ərşin Rəbbinin ayəsində artıq olan şeylərdir. 1. Haşiyə. Yahudilərə Allahdan bağışlanma diləmələri əmr olunduğu zaman, onlar Allahın buyurduğu, bizi bağışla mənasında olan hitta sözündəki tə hərfinin nun hərfi ilə əvəz edərək hinta, yəni buğda demişlər. Bu xüsusda Uca Allah Quran-ı Kərimdə buyurur. O zaman biz dedik, bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə rahatlıqla yeyin, için. Qapıdan səcdə edərək daxil olun və bizi bağışla deyin ki, sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə mükafatlarını artıraraq, zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik. Əl-Bəqərə surəsi 58-59-cu ayələr. 2. Haşiyə. Cəhmilər uca Allahın, mərhəmətli Allah ərşə ucaldı. Taha surəsi 5-ci ayə. Ayəsindəki istəva, ucaldı sözünə, ləm hərfini artıraraq istəvlə, yəni hökmü altına aldı demişlər. 2. Mənəvi təhrif.
Bu, bir sözün mənasını Allah və onun rəsulunun buyurduğu mənadan qeyrisinə dəyişməyə deyilir. Buna misal, əl sözünü qüvvət və nemət mənasına dəyişənləri göstərmək olar. Bu cür açıqlamalar batil olub, nə şəriət, nə də dil baxımından heç bir əsasa söykənmir. İnkar. Bu, Allahın sifətlərini inkar etməyə deyilir. Necə ki, bəziləri Allahın heç bir sifətlərinin vəsf olunmadığını iddia edirlər. Təhriflə inkar arasında fərq ondan ibarətdir ki, təhrif dəlillərdə göstərilən düzgün mənanı inkar edib onu başqa bir səhv məna ilə əvəz etməyə, inkar isə bir sözün düzgün mənasını başqası ilə əvəz etmədən ümumiyyətlə inkar etməyə deyilir. Keyfiyyət vermək. Bir sifətin keyfiyyətini və onun hansı formada olduğunu təyin etməyə deyilir. Bəzi yolunu azmışlar, Allahın sifətlərinə keyfiyyət verərək, məsələn, Allahın əli belədir, ucalmağı bu şəkildədir, deyirlər. Bütün bunlar batildir. Çünki Allahın sifətlərinin necəliyini ondan savayı heç kəs bilmir. Məxluqlara gəlincə, onlar bunu dərk etmək iqtidarında deyirlər. Bənzətmək. Bu, Allahın sifətlərini yaradılmışların sifətlərini oxşatmağa deyilir. Məsələn, bəziləri iddia edirlər ki, Allah bizim kimi eşidir, yaxud onun üzü insanın üzü kimidir. Allah bu cür oxşatmalardan pakdır, uzaqdır. Ümumiyyətlə, ad və sifətlər məsələsində haqq yolunu tutmaq üçün insan 3 qaydaya diqqət yetirməlidir. Bunlara riayət edən kəs bu mövzuda azmaqdan salamat qalar. Birinci qayda. Allahın sifətlərindən hər hansı birini məxluqatın sifətinə oxşatmaqdan çəkinmək. İkinci qayda. Allah və onun rəsulunun sallallahu aleyhi və səlləmin Allaha aid ispat etdikləri bütün ad və sifətlərinə Allahın böyüklüyünə və əzəmətinə layiq olan bir şəkildə iman gətirmək. Üçüncü qayda. Allahın sifətlərini dərk etməyə cəhd göstərmək, çünki yaradılmışların bunu dərk etməsi qeyri-mümkündür. Bu 3 qaydaya riayət edən kəs, alimlərin buyurduqları şəkildə ad və sifətləri iman gətirmiş olar. Üçüncü, bu qaydaların dəlilləri. Allahın kitabında bu qaydaların düzgünlüyünü təsdiqləyən kifayət qədər dəlillər vardır. Birinci qaydaya dəlillər. Allahın məxluqlara bənzətməkdən həzər etmək. Uca Allah buyurur, onun heç bir bənzəri yoxdur, o eşidəndir, görəndir. Əş-Şura surəsi 11-ci ayə. Ayə həm yaradanla məxluqları istənilən şəkildə bir-birinə oxşatmaqdan çəkinməyi, həm də Allahın eşitmək və görmək sifətini ispat edir. Bu iki məsələnin ardıcıl qeyd olunması onu göstərir ki, məxluqatın əksəriyyətinin eşitmə və görmə sifətlərinə malik olmalarına baxmayaraq, Allahın eşitmə və görmə sifətləri onların eyni adlı sifətlərinə əsla bənzəmir. Eşitmə və görmə sifətləri barəsində deyilənlər digər sifətlərdə də şamil olunur. Uca Allah buyurur, əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən Allah eşidəndir, görəndir. Mücadilə surəsi 1-ci ayə. İbn Kəsir bu ayənin təfsirində bu hədisi qeyd etmişdir. Buxari Tövhid kitabında, İmam Əhməd isə Müsnəd əsərində Ayşənin radiyallahu anhə, Allah ondan razı olsun, belə dediyini rəvayət etmişlər. Hər bir şeyi eşidən Allaha həmd olsun. Əri barəsində mübahisə edən qadın gəlib Peyğəmbərə sallallahu aleyhi və səlləmə şikayət edərkən mən evin digər tərəfində olduğum üçün heç nə eşitmirdim. Amma uca Allah, əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi, ayəsini nazil etdi. Həmçinin dəlil olaraq aşağıdakı ayəni göstərmək olar. Heç kəsi Allaha oxşatmayın. Ən-Nəhl surəsi 74-cü ayə. Təbəri bu ayənin təfsirində demişdir. Yəni Allahı heç kimə və heç nəyə bənzətməyin. Onun tayı bərabəri yoxdur. Uca Allah buyurur, heç ona oxşarını tanıyırsanmı? Məryəm surəsi 65-ci ayə. İbn Abbas, Allah ondan razı olsun, bu ayənin təfsirində demişdir. Yəni Rəbbimizin oxşarını və ya bənzərini tanıyırsanmı? Bu qaydaya digər bir dəlil Uca Allahın bu ayəsidir. Onun bənzəri də yoxdur. Əl-İxlas surəsi 4-cü ayə. Təbəri demişdir, yəni onun oxşarı və onun mislində heç bir şey yoxdur. İkinci qaydaya dəlillər.
Yəni Allahın Quran və sünnədə varid olan bütün ad və sifətlərinə iman gətirmək. Uca Allah buyurur: Allah ondan başqa ibadətə layiq olan məbud yoxdur. Əbədi yaşayandır. Bütün yaratdıqlarının qəyyumudur. Onun nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa ona məxsusdur. Onun izni olmadan onun yanında kim havadarlıq edə bilər? O məxluqatın gələcəyini və keçmişini bilir. Onlar onun elmindən, onun istəyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq ona ağır gəlmir. O ucadır, uludur. Əl-Bəqərə surəsi 255-ci ayə. Həmçinin buyurur: Əvvəl də, axır da, zahir də, batin də odur. O hər şeyi bilir. Əl-Hədid surəsi 3-cü ayə. Həmçinin buyurur: O, özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allahdır. O, mərhəmətlidir, rəhimlidir. O, özündən başqa heç bir məbud olmayan hökmran, müqəddəs, pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, qüdrətli, qadir, məğrur Allahdır. Allah onların ona şərik qoşduqlarından ucadır. O, xaliq, yoxdan yaradan, surət verən Allahdır. Ən gözəl adlar yalnız ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. Əl-Həşr surəsi 22-24-cü ayələr. Sünnədən isə buna dəlil olaraq Müslimin səhih əsərində Əbu Hüreyrədən, Allah ondan razı olsun, rəvayət etdiyi hədisi göstərmək olar. Əbu Hüreyrə, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm birimiz yatağına uzandıqda belə deməyi buyurardı: Allahım, 7 qat səmanın Rəbbi, yerin Rəbbi, böyük ərşin Rəbbi, bizim Rəbbimiz və hər şeyin Rəbbi, toxumu və çəyirdəyi cüzərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən, kəkilindən tutduğun, idarə etdiyin hər bir heyvanın şərindən sənə sığınıram. Allahım, sən əvvəlsən, səndən əvvəl heç nə yoxdur. Sən axırsan, səndən sonra heç nə yoxdur. Sən zahirsən, səndən üstə heç nə yoxdur. Sən batinsən, səndən batində heç nə yoxdur. Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar. Bu mövzuya dair dəlillər o qədər çoxdur ki, onları saymaq mümkün deyildir. Üçüncü qaydaya dəlillər. Bu, uca Allahın sifətlərinin keyfiyyətini dərk etməyə cəhd göstərməməkdir ki, bu barədə də uca Allah buyurur: Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə onu ehtiva edə bilməz. Taha surəsi 110-cu ayə. Bəzi alimlər bu ayənin təfsiri barəsində demişlər: İnsan şüuru səmaların və yerin Rəbbi olan Allahı dərk edə bilməz. Dərk edə bilmirsə, deməli ona keyfiyyət də verə bilməz. Bu qaydanı sübuta yetirən digər bir dəlil də uca Allahın bu ayəsidir. Gözlər onu dərk etmir, o isə gözləri dərk edir. Əl-Ənam surəsi 103-cü ayə. Elm əhlindən bəziləri bu ayədən söhbət açarkən demişlər: Bu da Allahın kamil əzəmətə malik olduğunu və hər şeydən böyük olduğunu göstərir. Çünki Allah kamil əzəmətə malik olduğuna görə dərk olunmazdır. Belə ki, bir şeyi dərk etmək, görməkdən artıq bir şey sayılır. Allah isə yalnız axirətdə görünə bilər, lakin dərk oluna bilməz. Hər bir şüurlu insan bilməlidir ki, onun eşitməyinin və görməyinin bir həddi olduğu kimi, ağlının da bir həddi vardır ki, o bunu aşa bilməz. Allahın sifətlərinin keyfiyyəti barəsində düşünmək kimi ağılla dərk olunmaz bir şeyi dərk etməyə çalışan kəs, divarın dalındakı şeyi görməyə, uzaq yerlərdəki səsləri eşitməyə çalışan kimsəyə bənzəyir. İkinci mövzu. Quran və sünnə işığında ad və sifətlərin isbatı üçün tətbiqi misallar. Quran və sünnədə Allahın ad və sifətlərinin isbatına dair bir çox məqamlarda müxtəlif tərzdə çoxlu dəlillər vardır.
Kitab və sünnə ilə sabit olmuş Allahın ad və sifətləri çoxlu saydadır. Bu ad və sifətlər barəsində çoxlu sayda kitablar yazılmışdır. Həmin ad və sifətlərdən bəzilərini qeyd etmək istəyirik. Allahın adlarından bəziləri: Əl-Həy, əbədi yaşayan və Əl-Qayyum. Quran və sünnədə buna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur: Allah ondan başqa ibadətə layiq olan məbud yoxdur. Əbədi yaşayandır, bütün yaratdıqlarının qəyyumudur. Əl-Bəqərə surəsi 255-ci ayə. Sünnədən dəlilə gəlincə, Ənəs ibn Malik, Allah ondan razı olsun, rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərlə sallallahu aleyhi və səlləmlə birlikdə bir yerdə idik. Aramızda olan bir kişi namaz qılırdı. O, rükû etdi. Sonra səcdə etdi. Təşəhhüdü oxudu. Sonra da dua edib dedi: Allahım, sənə yalvarıram. Həmd sənədir. Səndən başqa məbud yoxdur. Ey göyləri və yeri yaradan, ey əzəmət və ehtiram sahibi, ey yaşayan, ey qayyum. Bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: O Allahın ən əzəmətli adı vasitəsilə ona dua etdi. Elə bir adla ki, onunla dua edib istəyənin istəyini Allah verər. Əl-Həmid, tərifə layiq. Uca Allah buyurur: Bilin ki, Allah zəngindir, tərifə layiqdir. Əl-Bəqərə surəsi 267-ci ayə. Kəb ibn Ucranın, Allah ondan razı olsun, təşəhhüd barədə rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara təşəhhüdü öyrədərək belə demələrini buyurmuşdur: Allahım, İbrahimə və onun ailəsinə xeyir dua verdiyin kimi, Muhammədə və onun ailəsinə də xeyir dua ver. Şübhəsiz ki, sən tərifə layiqsən, şan şöhrətlisən. Ər-Rahman və Ər-Rahim, mərhəmətli və rəhimli. Uca Allah buyurur: Həmd olsun aləmlərin Rəbbi Allaha, mərhəmətli və rəhimliyə. Əl-Fatihə surəsi 2-3-cü ayələr. Sünnədən dəlil isə Peyğəmbərin sallallahu aleyhi və səlləmin Hudeybiyyə sülhü günü müşriklərlə sülh sazişi bağlayarkən, sazişin əvvəlinə Bismillahirrahmanirrahim sözlərini yazmağı əmr etməsidir. Əl-Həlim, Uca Allah buyurur: O həlimdir, bağışlayandır. Əl-Fatir surəsi 41-ci ayə. İbn Abbas, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm çətinliyə düşəndə belə dua edərdi: Allahdan başqa ibadət haqqına malik məbud yoxdur. O əzəmətlidir, həlimdir. Allahın sifətlərindən bəziləri. Qüdrət. Bu, Allahın zatı sifətidir və buna Quran və sünnədə dəlillər vardır. Zat sözünün mənası isə sifətin Allahdan ayrılmaz bir sifət olması deməkdir. Uca Allah buyurur: Şübhəsiz ki, Allah hər şeyə qadirdir. Əl-Bəqərə surəsi 20-ci ayə. Osman ibn Əbul-Asdan, Allah ondan razı olsun, rəvayət olunur ki, bir dəfə o, İslamı qəbul edəndən bəri bədənində hiss etdiyi bir ağrıdan Peyğəmbərə sallallahu aleyhi və səlləmə şikayət etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Əlini bədənin ağrıyan yerinə qoyub 3 dəfə Bismillah de və 7 dəfə hiss etdiyim və həzər etdiyim ağrının şərindən Allahın izzət və qüdrətinə sığınıram de. Əl-Həyat. Bu da Allahın zatı sifətlərindən biridir. Əl-Həyat sifəti onun Əl-Həy adından qaynaqlanır. Bu barədə dəlilləri qeyd etmişik. Əl-Elm. Bu sifət də Allahın zatı sifətlərindəndir. Buna Quran və sünnədən bir sıra dəlilləri göstərə bilərik. Uca Allah buyurur: Onlar onun elmindən, onun istəyindən başqa heç bir şeyi qavraya bilməzlər. Əl-Bəqərə surəsi 255-ci ayə. Cəbir ibn Abdullah, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara istixarə duasını öyrədər və bu duada belə demələrini buyurardı: Allahım, səndən öz elminlə mənə kömək etməyi və öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. İradə. Bu, Allahın Quran və sünnədə sabit olan feili sifətlərindəndir. Feili sifətlər Allahın istəyinə və qüdrətinə bağlıdır. İstəsə onları edər, istəməsə etməz. Uca Allah buyurur: Allah kimi doğru yola yönəltmək istəsə,
onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü sanki o göyə çıxarmış kimi daraldar və sıxıntılı edər. Əl-Ənam surəsi 125-ci ayə. Sünnədən olan dəlildə isə Abdullah ibn Ömər, Allah onların hər ikisindən razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini rəvayət etmişdir. Allah bir xalqa əzab göndərdikdə, həmin əzab onların arasında olan hər kəsi bürüyər. Sonra isə həmin adamlar əməllərinə görə həşr olunarlar. Ucalıq. Bu da Allahın Quran və sünnədə sabit olan zati sifətlərindəndir. Uca Allah buyurur, ən uca Rəbbinin adına təriflərdir. Əl-Ə'lə surəsi 1-ci ayə. Uca Allah buyurur, onlar özlərinin fövqündə olan Rəbbindən qorxur. Ən-Nəhl surəsi 50-ci ayə. Sünnədən dəlil isə əvvəldə qeyd etdiyimiz Əbu Hureyranın, Allah ondan razı olsun, yuxudan öncə edilən dua barəsində rəvayət etdiyi hədisdir. Hədisdə deyilir, Allahım, sən əvvəlsən, səndən əvvəl heç nə yoxdur. Sən axırsan, səndən sonra heç nə yoxdur. Sən zahirsən, səndən üstə heç nə yoxdur. Sən batinsən, səndən iç yüzdə heç nə yoxdur. Yüksəlmək. Bu da Allahın Quran və sünnədə sabit olan feili sifətlərindəndir. Uca Allah buyurur, mərhəmətli Allah ərşə ucaldı. Taha surəsi 5-ci ayə. Qatadə ibn Nu'man radiyallahu anhu, Allah ondan razı olsun, rəvayət etmişdir ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Allah məxluqatı yaratdıqdan sonra ərşə yüksəldi. Ərəb dilində istiva sözü ucalmaq, yüksəlmək, qərar tutmaq, yuxarı qalxmaq mənalarını verir. Uca Allahın öz ərşi üzərinə yüksəlməsi isə özünə layiq şəkildə bir yüksəlmədir. Əl-Kəlam. Əl-Kəlam sifəti növü baxımından Allahın zatı sifəti, fərdi kəlamlara nisbətən isə feili sifətidir. Belə ki, o istədiyi vaxt, istədiyi şəkildə, eşidilən bir tərzdə danışır. Quran və sünnədə Allahın kəlam sifətinə bir çox dəlillər vardır. Uca Allah buyurur, və Allah Musa ilə sözlə vasitəsiz danışdı. Ən-Nisa surəsi 164-cü ayə. O həmçinin buyurur, Musa təyin etdiyimiz vaxtda gəldikdə, Rəbbi onunla danışdı. Musa dedi, ey Rəbbim, özünü mənə göstər, sənə baxım. Əl-Əraf surəsi 143-cü ayə. Əbu Hureyra, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Adəmlə Musa mübahisə etdilər. Musa dedi, ey Adəm, sən bizim atamızsan, bizi cənnətdən məhrum etdin və bizi cənnətdən çıxartdın. Adəm də dedi, ey Musa, Allah səninlə birbaşa danışmaqla və Tövratı əli ilə yazmaqla səni seçdi. Üz. Bu da Uca Allahın Quran və sünnədə sabit olan zatı, həm də xəbər şəklində varid olmuş sifətlərindəndir. Uca Allah buyurur, siz onu ancaq Allahın üzünü dilədiyinizə görə sərf edirsiniz. Əl-Bəqərə surəsi 272-ci ayə. Həmçinin buyurur, ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Ər-Rəhmən surəsi 27-ci ayə. Cabir ibn Abdullah, Allah ondan razı olsun, demişdir. Uca Allahın de, Allah başınızın üstündən sizə əzab göndərməyə qadirdir və ya ayaqlarınızın altından. Əl-Ənam 65-ci ayəsi nazil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, Allahım, sənin üzünə sığınıram. Allah buyurdu, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinizin gücünü daddırmağa qadirdir. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, bu biraz yüngüldür. 2 əl. Bu da Allahın Quran və sünnədə sabit olan zatı, həm də xəbər şəklində varid olmuş sifətlərindəndir. Uca Allah buyurur, əksinə, onun hər iki əli açıqdır və o, öz lütfündən istədiyi kimi sərf edir. Əl-Maidə surəsi 64-cü ayə. Həmçinin buyurur, Allah dedi, ey iblis, sənə mənim 2 əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Sad surəsi 75-ci ayə. Muslim, Əbu Musa əl-Əşaridən, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdi. Allah gecə əlini uzadır ki, gündüz vaxtı günah edən kimsələrin tövbələrini qəbul etsin.
gündüz də əlini uzadır ki, gecə vaxtı günah edən kimsələrin tövbələrini qəbul etsin. Bu, günəş batdığı yerdən çıxana dək beləcə davam edəcək. 2 göz. Bu da Allahın Quran və sünnədə sabit olan zatı, həm də xəbəri şəkildə varid olmuş sifətlərindəndir. Uca Allah buyurur, gözümün önündə boya başa çatdırılasan deyə. Taha surəsi 39-cu ayə. Həmçinin buyurur, gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Hud surəsi 37-ci ayə. Buxari və Müslim Abdullah ibn Ömərdən, Allah onların hər ikisindən razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişlər. Şübhəsiz ki, Allah sizdən gizli deyildir. O, tək göz deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu deyib, əli ilə gözünə işarə etdi. Məsih Dəccalın isə sağ gözü kördür. Onun gözü domba üzüm dənəsinə oxşayır. Ayaq. Bu da Allahın səhih hədislərdə sabit olan zatı sifətidir. Əbu Hüreyrədən Allah ondan razı olsun, cənnətlə cəhənnəmin höcətləşməsi ilə bağlı nəql olunan hədisdə deyilir. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah öz ayağını cəhənnəmə qoyacaq və o, yetər, yetər deyəcək. Onda o artıq dolacaq və içindəkiləri qaplayacaq. Buxari və Müslimdə rəvayət olunan bəzi hədislərdə o ayağını onun üstünə qoyacaq deyilir. Allahın Quran və sünnədə varid olan ad və sifətləri çoxdur. Sadalananlar isə sadəcə bir misaldır. Hər bir müsəlmana vacibdir ki, Allahın ad və sifətlərini Allah öz kitabında isbat etdiyi kimi onun böyüklüyünü və kamilliyini layiq bir şəkildə isbat etsin. Belə ki, o, özünü məxluqatdan daha yaxşı tanıyır. Həmçinin, gərək bu isbat Peyğəmbərin sallallahu aleyhi və səlləmin sünnəsində varid olduğu kimi olsun. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm öz Rəbbini digər məxluqlardan daha yaxşı tanıyır, daha yaxşı nəsihət edir, daha səlis danışır, daha yaxşı bəyan edir. Allahdan ən çox qorxan da məhz odur. Odur ki, müsəlman bu sifətləri inkar etməkdən və onları məxluqlara oxşatmaqdan çəkinməlidir. Uca Allah buyurur, onun heç bir bənzəri yoxdur. O, eşidəndir, görəndir. Əş-Şura surəsi 11-ci ayə. 3-cü mövzu. Ad və sifətlərlə bağlı qaydalar. 1-ci qayda. Allahın zatı barəsində deyilənlər, onun sifətləri barəsində də deyilməlidir. Bu deməkdir ki, uca Allahın nə zatında, nə sifətlərində, nə də feillərində tayı bərabəri yoxdur. Əgər Allahın məxluqların zatına bənzəməyən həqiqi bir zatı varsa, deməli, Quran və sünnədə varid olan sifətlər barəsində də eyni fikirlər bildirilməlidir. Belə ki, Allahın sifətləri də həqiqi sifətlər olub, digər sifətlərə bənzəmir. Odur ki, Allahın zatı barəsində deyilənlər, onun sifətləri barəsində də deyilməlidir. Bu gözəl qayda vasitəsilə Allahın zatını isbat edib, onun sifətlərini inkar edənlərlə münaqişə edilə bilər. Bütün İslam ümməti yekdilliklə Allahın zatını təsdiq etməkdədir. Əgər biri desə ki, Allahın bu sifətlərini təsdiq edə bilmərəm, çünki bu zaman onu məxluqata oxşatmış olaram. Ona demək lazımdır ki, sən həm Allahın, həm də məxluqların həqiqi zata malik olduqlarını təsdiq edirsən. Sənin dediyinlə götürsək, məgər bu bənzətmə deyilmi? Və əgər mən yalnız Allahın başqa zatlara bənzəməyən zatının olduğunu təsdiq edirəm desə, demək lazımdır ki, bu sifətlərə də aiddir. Onun zatı həqiqətən məxluqatın zatına bənzəmədiyi kimi, sifətləri də məxluqatın sifətlərinə bənzəmir. Birdən desə ki, mən keyfiyyətini dərk edə bilmədiyim bir sifəti nə cür isbat edə bilərəm? Soruşmaq lazımdır ki, bəs nə üçün sən keyfiyyətini bilmədiyin bir zatı isbat edirsən? 2-ci qayda. Yəni, isbat və ya inkar etmə baxımından bəzi sifətlər barəsində nə deyilirsə, digər sifətlər barəsində də o deyilməlidir. Bu qayda vasitəsilə bəzi sifətləri təsdiq edib digərlərini inkar edənlərlə münaqişə etmək olar. Əgər bir kimsə həyat, elm, qüdrət, eşitmək, görmək,
və başqa bu kimi sifətləri təsdiq edib, bütün bunları olduğu kimi qəbul edib, sonra da məhəbbət, razılıq, qəzəb və başqa bu kimi sifətləri qəbul etməyib, bunu məcaz adlandırarsa, ona belə deyilər. Sənin həqiqi olaraq təsdiq etdiyin sifətlərlə digərləri arasında heç bir fərq yoxdur. Sifətlərin bəziləri barəsində nə deyilirsə, digərləri barəsində də o deyilməlidir. Allah üçün təsdiq etdiyin həyat, elm, qüdrət, eşitmə və görmə sifətlərini məxluqlar üçün təsdiq etdiyin həyat, elm, qüdrət, eşitmə və görmə sifətlərinə bənzətməməyi isbat edirsənsə, gərək eyni qaydada onun qəzəb, razılıq və məhəbbət kimi sifətlərini də isbat edəsən. Onları məxluqatın sifətlərinə oxşatmadığın kimi bunları da oxşatmayasan. Əks təqdirdə sənin yürütdüyün bu fikir ziddiyyət təşkil edəcək. Üçüncü qayda. Allahın ad və sifətləri barədə dəlil-sübutsuz müzakirə edilməməlidir. Allahın ad və sifətlərində heç bir dəlil olmadığı təqdirdə susmaq gərəkir. Bu halda ağla istinad etmək yol verilməzdir. Ona görə də bu məsələdə Quran və sünnədə deyilənlərlə kifayətlənib, ayə və hədislərə nə isə artırmaq və nəsə əskiltmək olmaz. Belə ki, Allahın ad və sifətlərini ağılla dərk etmək qeyri-mümkün olduğu üçün, dəlillərdə varid olanlarla kifayətlənmək gərəkdir. Uca Allah buyurur, haqqında məlumatın olmadığın bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək, bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır. Əl-İsra surəsi 36-cı ayə. Məşhur İslam alimlərinin də mövqeyi belə olmuşdur. İmam Əhməd demişdir, Allahı özünün və Rəsulunun vəsf etdiyi sifətlərdən başqa sifətlərlə vəsf etmək olmaz. Bu məsələdə Quran və sünnədən kənara çıxmaq olmaz. Bəzi alimlər bildirmişlər ki, hər hansı bir şeyin vəsf olunması üçün 3 yol vardır. Ya həmin şeyi görməklə, ya onun bənzərini görməklə, yaxud da onu tanıyan bir kəsin onu vəsf etməsi ilə. Bizim Allahın ad və sifətləri barəsindəki bilgilərimiz üçüncü növ, yəni onu tanıyan bir kəsin onu vəsf etməsi vasitəsilə olmuşdur. Qətiyyətlə deyə bilərik ki, Allahı onun özündən, sonra da onun vəhy etdiyi rəsullarından yaxşı tanıyan ola bilməz. Biz də ad və sifətlər məsələsində vəhyə tabi olmaq, bu dünyada Allahı görməsək də onun ad və sifətlərini təsdiq etməliyik və bilməliyik ki, o məxluqata bənzəmir və onun özünə məxsus ad və sifətləri vardır. Dördüncü qayda. Allahın bütün adları ən gözəldir. Allahın bütün adları ən gözəldir. Bu barədə Uca Allah buyurur, ən gözəl adlar Allahındır. Əl-Əraf surəsi 180-ci ayə. Bundan aydın olur ki, ən yaxşı və ən şərəfli adlar Allaha məxsusdur. O, hər mənada bütün nöqsanlardan uzaq olan kamillik sifətlərinə malikdir. Misal olaraq Əl-Həyyu, yaşayan adına nəzər salaq. Burada əbədi və əzəli olan kamil bir həyat, nə əvvəli, nə də sonu olan bir həyat nəzərdə tutulur. Əbədi yaşayanın da elm, qüdrət, eşitmə, görmə və digər sifətlərə malik olması labüddür. Digər bir misal, Əl-Alim, hər şeyi bilən adıdır. Bu, Allahın adlarından biridir və özündə kamil bir elmi əhatə edir. O elm ki, əzəlidir və unutqanlıq kimi naqislikləri özündə ehtiva etmir. Uca Allah buyurur, Rəbbim nə xəta edir, nə də unudur. Taha surəsi 52-ci ayə. Bu, hər şeyi, o cümlədən də özünün və yaratdıqlarının feillərini əhatə edən geniş bir elmdir. Uca Allah buyurur, Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir. Əl-Ğafir surəsi 19-cu ayə. Uca Allahın adlarının hər biri ayrıca zikr olunarsa, bu öz-özlüyündə gözəldir. Adların bəziləri digərləri ilə birlikdə zikr olunduqda isə bu kamillik üzərinə kamillikdir. Misal üçün, Əl-Əziz, Əl-Həkim adlarının birlikdə qeyd olunmasıdır. Uca Allah Quran-ı Kərimdə bir çox yerlərdə bu iki adı yanaşı zikr edir. Bu iki adın hər biri özü-özlüyündə özünə xas olan mənanın kamil şəkildə olmasına dəlalət edir.
Bu da onu göstərir ki, Allah həm qüdrətlidir, həm də hikmət sahibidir. Bu iki adın yanaşı gəlməsi Allahın adının başqa bir kamilliyə də dəlalət etməsini göstərir. Bu da o deməkdir ki, Allahın qüdrəti hikmətlə olur və onun qüdrətində zülmə, haqsızlığa yer yoxdur. Amma bəzi məxluqlar müəyyən qüdrətə sahib olduqda zülmə və haqsızlığa yol verirlər. Həmçinin bunu hikmət barəsində də demək olar. Allahın hökmü və hikməti qüdrətlə yanaşı gəldiyi üçün daha bir kamilliyə də dəlalət edir. Amma məxluqların hökmü və hikməti zəlillik də gətirir. Daha doğrusunu Allah bilir. Bu fəslin sonunda müsəlmanın Allaha rububiyyətdə, uluhiyyətdə, ad və sifətlərdə imandan əldə etdiyi faydalardan bəzilərini qeyd etmək istəyirik. 1. Bunların sayəsində insan həm dünya, həm də axirət saadətinə nail olur. Elə buna görə də qətiyyətlə deyə bilərik ki, dünya və axirət saadətinə nail olmaq üçün Allaha iman olmalıdır. Müsəlmanın rububiyyət, uluhiyyət və ad və sifətlərdə Allaha olan imandan nə qədər payı vardırsa, bir o qədər də saadətdən payı vardır. 2. Allaha, onun ad və sifətlərinə olan iman, ondan qorxmaq, ona boyun əymək və ona itaət etmək üçün ən böyük vasitədir. Belə ki, insan öz Rəbbini nə qədər çox tanısa, bir o qədər də ona yaxın olar. Ondan daha çox qorxar, ona daha çox ibadət edər və ona qarşı günah işlətməkdən daha çox çəkinər. 3. İnsan bunların sayəsində qəlbində bir rahatlıq və sükunət, dünya və axirətdə əminamanlıq və hidayət tapmış olur. Uca Allah buyurur, bunlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. Ər-Ra'd surəsi 28-ci ayə. 4. Axirət savabına nail olmaqdan ötürü Allaha iman olmalıdır. Bunun sayəsində insan axirət savabına çatır, genişliyi göylər və yer qədər olan cənnətə daxil olaraq, orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, hətta heç kimin ağlına belə gəlmədiyi nemətlərə çatmış olur. Cəhənnəmdən və onun şiddətli əzabından qurtulur. Bunlardan daha əzəmətlisi isə odur ki, insan Rəbbinin razılığını qazanır, Rəbbinin ona heç vaxt qəzəbi tutmur və nəticə etibarilə o, qiyamət günü bütün fitnələrdən uzaq olaraq uca Allahın üzünü görməkdən ləzzət alır. 5. Allaha iman gətirmək insanın əməllərini düzəldir və məqbul edir. Bu olmadıqda əməllər çox olsa belə qəbul olunmur. Uca Allah buyurur, imanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar. Əl-Maidə surəsi 5-ci ayə. Həmçinin buyurur, kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmuniyyətlə qəbul olunar. Əl-İsra surəsi 19-cu ayə. 6. Allaha düzgün formada iman gətirmək, insanı həm elm, həm də əməllə haqqa tabi olmağa yönəldir. Bununla da insan faydalı moizələri, ibrətamiz və təsirli əhvalatları dinləyir, fitrəti salamat qalır, niyyəti gözəl olur, yaxşı işlərə və xeyirli əməllərə can atır, pis işlərdən və haramlardan çəkinir, yüksək əxlaqi keyfiyyətlərə və ədəb-ərkana nail olmuş olur. 7. Allaha iman möminlər üçün hər bir insanın başına gələ biləcək şər, hüzün, qorxu, itayət, günah və bu kimi başqa işlərdə bir sığınacaq rolunu oynayır. Onlar yaxşı hallarında Allaha imana tərəf yönələrək ona həmd edib, şəninə təriflər deyir və nemətlərini sevdiyi şeylərə sərf edirlər. Xoşagəlməz və kədərli hallarında da Allaha imana müraciət edərək, imanlarından və böyük mükafata nail olmalarından təsəlli tapırlar. Qorxu və kədər hallarında da Allaha imana müraciət edərək, qəlblərində bir rahatlıq tapır, imanları artır, Allaha etimadları güclənir. İtaət etdikləri və salih əməllərə müvəffəq olduqları zaman da Allaha imana müraciət edərək, Allahın onlara bəxş etdiyi nemətlərlə tanış olur, onları daha da kamilləşdirməyə səy göstərir, Allahdan
onları sabit etməyini və müvəffəq etməsini diləyirlər. Günah işlədikdə isə yenə Allaha imana müraciət edərək, dərhal tövbə etməyə və həmin günahdan yaxa qurtarmağa tələsirlər. Beləliklə də möminlər hər bir halda Allaha imana müraciət etmiş olurlar. 8. Allahın ad və sifətini tanımaq möminlərin qəlblərində ona qarşı sevginin yaranmasına gətirib çıxarır. Belə ki, onun ad və sifətləri hər cəhətdən kamildir. İnsanların qəlbi isə kamilliyi hər zaman sevir. İnsanın qəlbində Allah sevgisi qərar tutduqda isə əzaları da yaxşı əməllər etməyə müvəffəq olur. Nəticə etibarilə də Allahın insanları xəlq etməsindəki hikmət, ona ibadət yerinə yetmiş olur. 9. Allahın ad və sifətləri haqqında bilgilərə malik olmaq, insanda Allahın təkliyinə, bütün işləri idarə etməsinə və bu işdə onun heç bir şərikinin olmamasına bir yəqinlik yaradır. Bu da insana həm dünyada, həm də axirətdə gərəkli olan təvəkkülün mövcudluğunu labüd edir. Kim Allaha təvəkkül etsə, Allah ona yetər. 10. Allahın gözəl adlarını sadalamaqla və onları öyrənməklə insan bir çox məlumatlara yiyələnmiş olur. Belə ki, bütün məlumatlar ya Allahın işlərini, ya da məxluqatlarını əhatə edir. Elm ya Allahın yaratdıqları barədə, ya da qoyduğu qanunlar barədə olur. Hər iki amil, yaratma və işləri səhmana salma, Allahın gözəl adları ilə sıx bağlılıq təşkil edir. Kim Allahın adlarını bəndəyə yaraşan şəkildə qavrasa, bütün elmlərə yiyələnmiş olar.